Salam, xoş gördük hər birinizi. Biz bugün sizlə 6-cı sinif Azərbaycan tarixi yeni dərsliyində olan mövzuların kitab üzərində təhlilinə baxacağıq. İlk öncə başlayaq. Azərbaycan tarixi, demək 6-cı sinif bilirsiniz ki, bu il yenilənib. Və ilk olaraq mövzumuz olacaq əsas tarixi anlayışlar və zaman ölçü vahidləri. Baxaq. Demək, burada baxırsınız, yəni yeni dərslikdə olan şəkillərdir, giriş hissədir və birinci mövzuya gəldik. Birinci mövzumuz olacaq əsas tarixi anlayışlar və zaman ölçü vahidləri. Baxırıq, deyir ki, tarix nə üçün lazımdır? Yəni tarixi nə üçün öyrənirik? Tarix elminin əsası Yunanistanda qoyulub. Məsələn, biz bilirik ki, 5-ci əsrdə Herodot, Yunan alimi Herodot tarix elminin əsasını qoyub. Eradan əvvəl 5-ci əsrdə. Düzdürmü? Bəli. İndi burada da yazır ki, tarix elminin əsası qədim Yunanistanda qoyulub. Historia adlandırılan, yəni historia ingiliscədə bilirik ki, yəni tarix adlanır. Historia adlanan bu elm sorğu və araşdırma nəticəsində əldə edilən biliklərdir. Həm sorğu, həm də araşdırma. İlk dəfə bu ifadəni məhz 5-ci yüzillikdə yaşamış Yunan alimi Herodot işlətmişdi. Bunu da bayaq vurğuladıq. Və onu necə adlandırırlar? Onu adlandırırlar tarixin atası. Bəli, Herodotu tarixin atası adlandırırlar. Demək, deyir ki, insanlar həmişə keçmişdə baş verən hadisələrə maraq göstəriblər. Keçmişin dərindən öyrənilməsi, buraxılan səhvlərin gələcəkdə təkrarlanmaması baxımından çox əhəmiyyətlidir. Ona görə də yəni tarixi öyrənmək əslində həyat təcrübəsi üçün çox vacib elmlərdən biridir. Daha sonra bu şəkildə görürsünüz, bu gördüyünüz şəxs məhz Abbasqulu Ağa Bakıxanovdur və Azərbaycanda tarix elminin inkişafı məhz Abbasqulu Ağa Bakıxanovun adı ilə bağlıdır. Çünki 19-cu yüzilliyə təsadüf eləyir Azərbaycanda tarix elminin inkişafı və ilk dəfə bu dövrdə məhz Abbasqulu Ağa Bakıxanov Gülüstan-ı İrəm adlanan əsəri yazmış və Gülüstan-ı İrəm mənbələr əsasında yazılan, həmçinin buradakı o tarixi hadisələr xronoloji ardıcıllıqla da təsvir olunmuşdur. Bir də burada Herodotun şəklini görürsünüz. Həmçinin burada tarixin tərifi də var. Yəni tarix keçmişi öyrənən elmdir. O keçmişdə insanların həyatında hansı hadisələrin baş verdiyini, onların həyatlarının necə dəyişərək indiki şəklə düşdüyünü öyrənir. Bəli. Daha sonra baxacağıq ki, Gülüstan İrəm əsərdə deyir, müəllif tarix elminin tərbiyəvi əhəmiyyətindən danışır. Həmçinin bu elm, baxın, burada diqqətli olursunuz, bu özdə Mehemin birinci sualıdır, Mehem testinin. Deyir ki, bu elm insanı gözəl, əxlaqlı və bilikli edir. Ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə onu mənəvi elmlərin qiymətlilərindən hesab edir demək olar. Tarix hökümsüz və zülümsüz elə bir hökümrandır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Yəni bu cümlə məhz Abbasqulu Ağa Bakıxanovun demək əsərində, Gülüstan-ı İrəm əsərində verilmiş başlıqdır. Daha sonra baxırıq, tarixin öyrənilməsinin vacibliyindən bəhs edən yüzlərlə əsər var. Təbii ki, bu öz növbəsində tarix fənninin məktəblərdə tədrisinin əhəmiyyətini də artırmışdı. Bu oldu bizim tarixi nə üçün öyrənirik? Azərbaycan tarixinin inkişafında Abbasqulu Ağa Bakıxanovun rolu, Gülüstan-ı İrəm əsəri və həmin o əsərdə verilən başlıq. Və bilirik ki, tarix elminin əsasını Yunan alimi Herodot qoymuşdu. Eradan əvvəl 5-ci yüzillikdə və onu necə adlandırırdılar? Tarixin atası. Aha, davam edirik indi. Demək, növbəti hissəyə baxırıq. Növbəti hissə olacaqdır tarixi mənbələr.
Ümumiyyətlə onu deyək ki, tarixi mənbələr məhz bəşəriyyətin keçmişini, tarixi hadisələri, faktları, onların səbəb-nəticə əlaqələrini öyrənmək üçün tarixi mənbələrdən istifadə olunur. Və tarixi mənbə nə deməkdir? Ümumiyyətlə bu tarixi prosesləri, cəmiyyətin keçmişini öyrənməyə imkan verən nə varsa, bunlar hamısı tarixi mənbə adlanır. Yəni nə adlanır? Tarixi mənbə adlanır. Və bu tarixi mənbələri qruplaşdırsaq, əsasən 4 qrupa bölürük. Maddi mənbələr, yazılı mənbələr, şifahi mənbələr və görüntülü mənbələr. İndi biz burada baxacağıq maddi mənbələrə. Maddi mənbələr nədir? Məsələn, biz bu şəkildə görürük. Məsələn, baxın, əmək alətləri, əşyalar, bəzək əşyaları, tikili qalıqları görürsünüzmü? Bax, bunlar maddi mənbələrdir. Yəni, bu maddi mənbələr insanların yaşayış məskənlərindən, sırf qəbir abidələrindən, evlərindən, ibadət yerlərindən əldə olunan əşyalardır. Həmçinin dediyimiz kimi bu tikili qalıqları, bəzək əşyaları, silahlar, məişət əşyaları, bunlar hamısı maddi mənbələrə nümunədir. Ümumiyyətlə, onu da deyək ki, yazıya qədər ki, tarixin öyrənilməsində, baxın, diqqətli olursunuz, yazıya qədər ki, tarixin öyrənilməsində maddi mənbələrin əhəmiyyəti olduqca böyük olubdur. Sırf yazıya qədər ki, dövrdə. Daha sonra isə yazılı sənədlər bunu daha çox göstərib. Sonra biz baxacağıq yazılı mənbələrə. Yazılı mənbələr bəs nədir? Adından da göründüyü kimi, məsələn, kitablar, jurnallar, məsələn, burada Molla Nəsrəddin jurnalını görürsünüz, qəzetlər, məktublar, rəsmi dövlət sənədləri, ondan sonra kitabələr, daş kitabələr, bunlar hamısı nədir? Yazılı mənbələrə aiddir. Ondan sonra biz baxırıq şifahi mənbələrə. Bəs şifahi mənbələr nədir desək, təbii ki, xalq arasında dildən dilə dolaşan mahnılar, əfsanələr, dastanlar, bayatılar, atalar sözləri, nağıllar, bunlar hamısı nəyə aiddir? Şifahi mənbələrə aiddir. Yəni xalq ədəbiyyatında bu yayılmış, deyək ki, saydığımız şifahi mənbələrə aiddir. Sonra biz baxacağıq, bu mənbələr, məsələn, sonradan yazıya da alınmışdır. Şifahi mənbələr sonradan yazıya da alınıb. Bəs görüntülü mənbələr nədir? Səsli və görüntülü mənbələrdə bunlar son dövrün mənbələrinə aiddir. Rəsm, foto, film, radio verilişlər, televiziya verilişləri, səs yazıları, bunlar hamısı səsli və görüntülü mənbələrə aiddir. Daha sonra mənbələr ümumiyyətlə geniş hissədir. Mənbələrin bir də baxacağıq biz nəyə? Demək, burada ilkin mənbələrin növləri var. Bir də ikinci dərəcəli mənbələrin növləri var. Demək, biz baxacaq birinci ilkin mənbələrə. Onu vurğulayım ki, bu tarixi mənbələrin iki növü oldu. İlkin, bir də ikinci dərəcəli mənbələr. Bunların arasındakı fərq nədir deyə baxsaq, baxın, ilkin mənbələr araşdırılan hər hansı bir tarixi dövrə aiddir. Yəni, araşdırdığımız həmin o tarixi dövrə aiddir. İkinci dərəcəli mənbələri isə bu araşdırılan dövrdən sonra yaranıbdır. Yəni, belə deyək də, bir var, biz bir dövrü araşdırırıq, ona aid nələrsə əldə edirik. Bunlar oldu ilkin mənbələr. Bir də var, həmin araşdırdığımız dövrdən sonra yaranan nələrsə yaradılmış olanlar. Bunlar oldu ikinci dərəcəli mənbələr. Və bəzən ikinci dərəcəli mənbələr birinci dərəcəli mənbələrdən daha etibarlı olur. Məsələn, indi baxacağıq ilkin mənbələrin növlərinə. İlkin mənbələrin növü bir var yayımlanmış sənədlər, ikinci dərc olunmamış sənədlər, üçüncü səsli vizual sənədlər, dördüncü isə qalıqlar və ya artefaktlar. İndi hər birinə ayrı-ayrılıqda baxırıq. Bir də deyirəm, ilkin mənbələrin növləri yayımlanmış sənədlər, dərc olunmamış sənədlər, bir var yayımlanan, bir var dərc olunmayan. Bir var səsli vizual sənədlər, bir də var qalıqlar və artefaktlar. İndi hər birinə ayrı-ayrılıqda baxaq. Yayımlanmış sənəd nədir? Yayımlanmış, yəni ictimaiyyətə yayımlanan sənəd kitabdır, jurnaldır, qəzetdir, xəritədir. Bunlar hamısı nədir? Yayımlanan sənədlərdir, düzdürmü? Hər birimiz o sənədləri görürük, baxırıq, istifadə edirik və s. Yayımlanan sənədlər. Bir də var dərc olunmayan.
Dərc olunmayan nə ola bilər? Şəxsi məktublar. Kiminsə şəxsi məktubu niyə dərc olunsun? Və yaxud da ki, gündəliklər. Gündəlik bilirsiniz də, insanların tutduğu, məsələn, qədimdə də olub da, yəni şəxsi oradakı həyatlarından və s. yəni yazılır, gündəliklər o nəzərdə tutulur. Bir də var vəsiyyətnamələr. Yəni ölümündən sonra ki, nəyin nəyə, kimə çatacağı və s. yəni belə bir şey. İndi burada oldu, dərc olunmamış sənədlər. Nələr oldu? Yəni belə deyim də, bir növ gizli qalması olan, dərc olunmayan, ictimaiyyətə açıqlanmayan, yayılmayan şəxsi məktublar, gündəliklər, vəsiyyətnamələr, bunlar dərc olunmayandır. Səsli və vizuala baxsaq nə deyə bilər? Səsli, bir də vizual. Vizual nədir? Görüntülü yəni. Bu da fotoşəkillər, filmlər, rəsmlər, səs yazıları. Bunlar adətən nəyə oxşadır? Səsli və görüntülü mənbələrə. Səsli və görüntülü mənbələr. Fotoşəkil, film, rəsm, səs yazıları, bunlar oldu səsli və vizual sənədlərdə. Növbəti bir var qalıqlar və artefaktlar. Bəs bu nədir? Qalıqlar və ümumiyyətlə artefakt nədir? Artefakt, belə deyək də, arxeoloji qazıntılar və yaxud da ki, o təsadüfi hadisə nəticəsində aşkar olunan bir obyektdir və bu keçmişdə mexaniki təsirə məruz qalıbdır. Keçmişdə mexaniki təsirə məruz qalıb və təsadüf nəticəsində və yaxud da ki, arxeoloji qazıntılar nəticəsində bunu aşkar eləyiblər. Bu oldu artefaktlar. Qalıqlardakı həmçinin hər hansısa bir maddi mədəniyyət nümunələrinin qalıqları. Demək, nə ola bilər? Dulusçuluq, geyimlər, tikililər, silahlar. Yəni, bunu da necə yadda saxlayın? Maddi mənbələrə bayaq saydıqlarımız var deyə. Bax, maddi mənbələrə saydıqlarımız qalıqlar və artefaktlara aid ola bilər. Dulusçuluq, geyimlər, tikililər və silahlar. Bunlar nə oldu? Bunlar oldu ilkin mənbələrin növləri. Bir də qısa şəkildə üstündən keçirəm. Tarixi mənbələrin neçə növ oldu? 2. Hansılar oldu? İlkin və ikinci dərəcəli. İndi baxırıq ilkin mənbələrin növlərinə. Yayımlanmış sənədlər, dərc olunmamış sənədlər, səsli, vizual sənədlər, qalıqlar və artefaktlar. Sonra baxırıq, yayımlanmış sənədlərə nələr aiddir? Kitab, jurnal, qazet, xəritə. Dərc olunmayan sənədlərə nələr aiddir? Şəxsi məktublar, gündəliklər, vəsiyyətnamələr. Səsli vizual sənədlərə nələr aid oldu? Fotoşəkil, film, rəsm, səs yazıları. Qalıq və artefaktlara baxsaq, dulusçuluq, geyimlər, tikililər və silahlar. Bunlar da oldu, demək, qalıqlar və artefaktlar. Növbəti gəlirik nəyə? İkinci dərəcəli məşğuliyyət, daha doğrusu mənbələrin növlərinə. Demək, ikinci dərəcəli mənbələrin növünə baxırıq. Bayaq dedik ki, ikinci dərəcəli mənbələr araşdırılan dövrdən sonra yaranıbdır. Bəzən də ikinci dərəcəli mənbələr birincidən daha etibarlı olur. Baxırıq ikinci dərəcəli mənbələr. İkinci dərəcəli mənbələr kitablar, jurnal məqalələri və web saytlar, yəni internet saytları. Bir də baxırıq. Kitablar, kitablara nələrə aiddir? Məsələn, məşhur tarix kitabları, dərsliklər, akademik əsərlər, çap tezisləri. Yəni tezis, o məqalələr, elmi əsərlər var. Onların elə bir ki, o bir hissəsi, onlardan qısa bir nəsə nüans götürülür. Yəni onların məzmunundan qısa ifadə edilməsi belə. Demək, kitablara nələr aid oldu? Məşhur tarixi kitablar, dərsliklər, akademik əsərlər, bir də çap tezisləri. Jurnala baxsaq, jurnal məqalələrində nə ola bilər? Təbii ki, akademik jurnallarda dərc olunan, alimlər tərəfindən elmi araşdırma aparıb onların məqalələri və s. Web saytlarda, yəni internet resursları, belə deyək də, tutaq ki, biz nəysə internetdə axtarırıq, yazırıq Wikipediyada və s. Amma Google axtarışında çıxan əksər saytlar təbii ki, hamısı etibarlı deyil. Web saytlar, məsələn, ikinci dərəcəli mənbə kimi istifadə edilirsə, deyir ki, bu halda yalnız ciddi şəxslərin və yaxud da ki, ciddi qurumların məqalələrinə istinad eləmək lazımdır. Məsələn, universitetlərin, muzeylərin, dövlət arxivlərinin və s. Çünki bəzən bütün saytlarda bizə dəqiq, dolğun məlumatlar verilmir. Yəni, ona görə məhz düzgün bildiyimiz saytlara müraciət eləyə bilərik. Demək, indi də baxırıq tarixi dövrlərə.
Demək, tarixi dövrlər bəşər cəmiyyətinin tarixi əsasən 4 dövrə bölünür. Bəs bunlar hansılardır desək, baxacağıq qədim dövr, orta əsrlər dövrü, yeni dövr və müasir dövr. Demək, nə oldu? Bəşər cəmiyyətinin tarixi 4 dövrə bölündü. Qədim dövr, orta əsrlər dövrü, yeni dövr və ən yeni dövr, yəni müasir dövr. Və bu tarixi dövrlərdə bəşər cəmiyyətinin bir də inkişaf mərhələləri var. Məsələn, hansıdır inkişaf mərhələləri? Bu da 4 inkişaf mərhələsindən keçmişdi. Məsələn, ibtidai cəmiyyət, yəni ibtidai icma quruluşu, quldarlıq quruluşu, feodalizm, bir də kapitalizm. Bu da oldu bəşər cəmiyyətinin aşağıdakı inkişaf mərhələləri. Bu inkişaf dünya ölkələrinin hamısında eyni vaxtda baş verməyib. Bəli, biz məsələn feodalizmdən danışanda Azərbaycanda feodalizmin 3-cü əsrdə başladığını, amma Avropada 5-ci əsrdə başladığını öyrənirik. Və yaxud da kapitalizmdən danışanda Azərbaycanda 19-cu əsrin ikinci yarısından, Avropada isə 17-ci əsrdən kapitalizm dövrünün başlanğıcını bilirik. Ona görə də niyə belə olur? Çünki bütün ölkələr eyni inkişaf səviyyəsinə malik olmamışdılar. Ona görə. Daha sonra biz baxacağıq, köməkçi elmlər var. Yəni, tarixin öyrənilməsində məhz köməkçi elmlər var. Bəs bu köməkçi elmlər hansıdır desək, tarixin öyrənilməsində köməkçi elmlərdən istifadə olunur. Məsələn, belə deyək ki, bu etnografik araşdırmalarda arxeoloji materiallar var, tədqiqatlar var ki, bunlar böyük əhəmiyyətə malikdirlər. Və köməkçi elmlərə baxsaq, köməkçi elmlər hansılardır? Demək, arxeologiya. Nədir arxeologiya? Yunan sözüdür. Arxeos sözündən götürülüb. Yəni, arxeos nədir? Qədim. Yəni logos elm deməkdir. Bu sözlərin birləşməsindən yaranır. Nə üçündür? Maddi mədəniyyət nümunələrini öyrənən elmdir. Hansı elm? Arxeologiya. Arxeologiya demək, maddi mədəniyyət nümunələrini öyrənir. Həmçinin əşyalar və tikililər əsasında keçmişi öyrənir. Aha, bu belə. Baxırıq epiqrafikaya. Epiqrafika nədir? Epiqraf sözündən götürülüb. Epiqraf, yəni Yunan sözüdür və yazılı mənbələr öyrənir. Yazılı mənbələr əsasında bir elmdir. Yəni, keçmişə aid olan yazıları, onların toplanmasını, ondan sonra nəşri, şərhi ilə bağlı olan bir elmdir, epiqrafika. Baxacaq etnografiya. Bəs etnografiya nədir? Bu da Yunan sözüdür. Ümumiyyətlə, bu köməkçi elmlərin adətən mənşəyi Yunan mənşəli sözlərdir. Və Yunan sözü olub etnos sözündəndir. Etnos nədir? Etnos hər hansı bir xalqdır. Xalqı, milləti öyrənmə və s. Qrafiti öyrənmə deməkdir. Və burada xalq haqqında bir elmdir. Xalq haqqında elmdir və müxtəlif xalqların adət-ənənələrini, onların məişətini öyrənən bir elmdir. Növbəti xronologiya var. Bəs xronologiya nədir? Yunan sözüdür. Bu da xronos, yəni zaman deməkdir. Logos da elm deməkdir. Yəni zaman haqqında elmdir. Yəni tarixi zamanı ardıcıllıqla öyrənən elm hansıdır? Xronologiyadır. Tarixi və tarixi hadisələrin baş verdiyi zamanı öyrənir, müəyyənləşdirir. Demək, bu da nə oldu? Tarixə köməkçi elmlər oldu. Hansılar? Arxeologiya, epiqrafika, etnografiya, bir də xronologiya. Növbəti burada şəkillər görürsünüz. Deyək ki, qədim dövrlə bağlı müxtəlif yazı növləri var burada. Piktoqrafik yazı növü bu şəkildə görürsünüz. İdeoqrafik, yəni şəkillər əsasında belə deyək də, bir də hərfi yazı növləri vardır. Demək, indi burada baxacağıq biz nəyə? Növbətidə gəlir bizdə ilin hesablanması. İlin hesablanması ümumiyyətlə, belə deyim ki, il dünyanın müxtəlif ölkələrində hər hansısa bir mühüm hadisənin baş verməsindən götürülür və hər hansısa bir baş verən hadisəni artıq bir deyib götürürlər. Məsələn, Romanı keçəndə biz bilirik ki, Roma şəhərinin əsası qoyulur. Məsələn, nə vaxt? 753-cü ildə, düzdürmü? 753-cü ildən eradan əvvəl. Bu Romalılar artıq ilin başlanğıcı hesab ediblər. Yunanlarda bəs buna vaxtı 776-da ilk olimpiya oyunlarının keçirilməsi iləndir. Bunlar da ili oradan hesablamışlar. Məsələn,
Bir də burada belə deyək, hicri təqvim var, miladi təqvim var. Miladi təqvim İsa peyğəmbərin doğumundan götürülür. Yəni 1 deyib bizim hal-hazırda istifadə elədiyimiz təqvimdir. Bir də var hicri təqvim. Hicri təqvim də Məhəmməd peyğəmbərin demək Məkkədən Mədinəyə köçü ilə bağlıdır. 622-ci ildə. Ona görə hicrət sözü həm də köç mənasını da verir. Və bir də belə deyək ki, bu bir deyib ki, başlayırlar, il hesabı ki başlayır. Məsələn, miladi təqvimdə başlayırlar, İsa peyğəmbərin anadan olmasından başlayır. Bu hadisə milad adlanır. Milad da yəni anadan olma. Bir də var miladdan əvvəlki dövr. Bəs miladdan əvvəlki dövr hansıdır? Bu da eradan əvvəl və yaxud da miladdan əvvəl deyilir. Sonra biz baxacağıq burada bir var, məsələn qonşu İranda deyək ki, ümumiyyətlə bəzi müsəlman ölkələrində hicri təqvimdən istifadə olunur. Dünyanın əksər ölkələrində isə miladi təqvimdən istifadə olunur. Bir də testlərdə, məsələn, əvvəl MİQ imtahanlarında salınırdı, daha sonra isə artıq salınmır, amma bəzi testlərdə qalır. Miladi tarixin hicri tarixə çevrilməsi düsturu, bir də hicri tarixin miladi tarixə çevrilməsi düsturundan istifadə olunur. Məsələn, burada gördüyünüz, məsələn, miladi tarixin hicri tarixə çevrilməsi düsturu var. Yəni, hicri tarix bərabərdir. Miladi tarixdən biz 622-ni çıxırıq. Və üstünə həmin o miladi tarixdən çıxdığımız 622-ni çıxırıq, aldığımız cavab var ha. Həmin o cavabı 33-ə bölürük, üzərinə 10-u gəlirik. Yəni burada gördüyünüz bu şey, düzdür, bunu testlərlə bir sonraki video izahlarda mən daha ətraflı verərəm, amma hələ ki bunlara onu deyim ki, tam da ehtiyac yoxdur. Çünki bu testlər əvvəllər salınırdı, indi isə artıq istifadə olunmur, yəni salınmır MİQ imtahanında, indi sertifikasiyada da inşallah salınmayacağını düşünürəm. Hicri tarixin də miladi tarixə çevrilməsi düsturu var. Bu da nədir? Miladi tarix bərabərdir. Biz hicri tarixdən, məsələn, hicri tarixi 33-ə bölüb aldığımız cavabı çıxıb üstünə 622-ni gələcəyik. Ayrıca, yəni, istəsəz bunlara aid də bir hesablama videosu çəkərəm. Növbəti biz baxırıq nəyə? Məsələn, qədim xalqlarda vaxtın hesablanmasını bunlar sistemə salmaq üçün təqvimdən istifadə ediblər. Məsələn, ən qədim təqvim Misirlilər, Şumerlər yaratmışlar. Eradan əvvəl 4-cü minillik, 3-cü minillik. Şumerlərdə ay təqvimi idi, amma Misirdə günəş təqviminə əsaslanırdı. Məsələn, Misir təqvimi 365 gündən ibarət idi və bu təqvimin hər biri 30 günə bölünürdü. 30 gündən ibarət aylar idi, 12 aya bölünürdü. İlin sonuna da 5 gün əlavə edirdilər. Bunu da bayram kimi qeyd edirdilər. Daha sonra, məsələn, həmin bu Misir təqvimini müasir dövrdə də təkmilləşdirərək hal-hazırda istifadə olunan təqvimdir, yəni. Hicri təqvimdə artıq ay təqvimi günəş ilindən 11 gün qısa olur. Ona görə 33 ildən bir il geri qalır hicri təqvim. Bu da belə. Növbəti burada var miladi tarixə görə zaman oxunun hesablanma qaydası. Məsələn, bunu eradan əvvəl 1-ci minillik var. Tutaq ki, bu nədir? Baxırıq. Eradan əvvəl 1-ci minillik olanı görürsünüz 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. 1-ci minillik deyil. Ümumiyyətlə, bir dənə minillik 10 dənə əsrdir. 10 dənə əsr. Məsələn, eradan əvvəl və yaxud da bizim era fərqi yoxdur. Məsələn, eradan əvvəl 1-ci minillik deyirəmsə, bilin ki, ondan başlayıram, 10-cu əsrdən düz 1-ci əsrə qədər. İndi düzdür, bunu 100 illiklərdən deyirlər. Əvvəl indi dəyişən dərsliklərdə artıq əsr sözü işlənmir, 100 illiklər deyirlər, amma biz əvvəl biraz da ağız alışqanlığıdır ki, biz əsrə alışmışıq. Nəysə, demək, eradan əvvəl olduğu üçün yuxarıdan aşağıya doğru gəlirik. Və 10 dənə əsrimiz eləyir 1 minillik. Əgər 11-ci əsr desək, məsələn, Hindistanda kasta quruluşu 12-11-ci əsrlərə əhatə edir, düzdürmü? Bu neçənci minilliyə düşür desək, artıq deyəcək 2-ci minillik. Niyə? Çünki 1-dən 10-a qədər və yaxud da eradan əvvəldir, 10-dan 1-ə qədər olur 1-ci minillik, 20-dən artıq 10-a qədər, yəni 11 daxil, 10 yox, 11 daxil olur 2-ci minillik. Bunu bu qaydada yadda saxlayırıq. Bizim eramızda da eyni ilə elədir. Sadəcə bizim erada artıq azdan çoxa doğru gedir. Yəni yuxarıdan aşağıdan yuxarıya doğru 1, 2, 3, 4 necə normal qaydada necə sayırıq? O qaydada gedirik. Məsələn, belə deyim də biz bilirik ki,
tarixin ilk imperiyası nə vaxt meydana gəlibdi? Eradan əvvəl 24-cü əsrdə Akkad imperiyasına söhbət gedir. İndi bu Akkad imperiyasını mən bilmək istəyirəm ki, bu neçənci minilliyə aiddir? Neyniyərəm? Baxıram 24. Aha 20-ni keçibdi. 20-yə qədər. Demək 1-dən 10-a qədər oldusa 1-ci minillikdir. 11-dən 20-yə 2-ci minillikdir. 20-dən 30-a 3-cü minillikdir. Demək bu 24-cü artıq nə vaxtda düşəcək? 3-cü minilliyə düşəcək. Bax bu qaydada. Aha, yəqin ki aydın oldu. Sonra zaman ölçü vahidlərinə baxsaq, belə deyək ki, təqvimlər gündür, həftədir, aydır və s. ildir, belə təşkil olunur da bilirik. Məsələn, bir günümüz neçə saatdır? 24 saatdır. 7 gün bir həftədir, bir ay 30-dur və yaxud da 31 gündür. Bir dənə fevral 28, 4 ildən bir 29 olur. Bunları bilirik, qaranlıq bir şey yoxdur. Bir ildə 12 aydan ibarətdir, bəli. İndi belə deyim ki, burada bir əsrimiz, bir əsr, o bayaq dedim, 100 ildir. 100 il. Onun yarısı nə qədərdir? 50-dir, düzdürmü? Onun 4də biri nə qədərdir? 25-dir. 25 olanlar rüb gedir, 50 olanlar yarısı gedir. Məsələn, tutaq ki, bir 100 illikdə, burada baxırıq, bir 100 illikdə, məsələn, birinci yarısında 2 dənə rüb var. 1-dən 25-ə qədər olan birinci rübdür. Oradan 50-yə qədər olan ikinci rübdür. 25-dən 50-yə ikinci rübdür. İkinci yarısı ama, daha doğrusu ikinci yarısında növbəti 50-dən yuxarıda axı. O da 3-cü və 4-cü rüblər orada yerləşir. Bu da 75-dən, yəni 50-dən 75-ə qədər olan 3-cü rübdür. 75-dən 100-ə qədər olan 4-cü rübdür. Bu rüblər oldu belə. Sonra deyəcək ki, bu sxemdən də məlum olur ki, 72-ci il birinci yüzilliyin ikinci yarısıdır. Yəni 50-ni keçib baxın ona görə. Bir də 3-cü rübüdür ona görə. Bəs eradan əvvəl olanda necə olur? Əsr yerindədir. Amma yarısı artıq tərsini olacaqdır. Rüb də tərsini olacaq. Çünki eradan əvvəl olanda artıq biz birinci rübü 100-dən başlayırıq, gəlirik şeyə qədər. 75-ə qədər tərsinə eləyirik. Yarını da tərsinə eləyirik. 100-dən başlayırıq 50-yə qədər birinci yarısıdır. 50-dən də 1-ə qədər ikinci yarısıdır. Ona görə artıq bu sxemdə gördüyünüz kimi artıq tərsinə olacaqdır. Sonra bizdə nədir? 72-ci, yəni eradan əvvəl 72-ci il birinci yüzilliyin birinci yarısıdır. Amma ikinci rübünə düşür 72-ci il. Bu oldu demək eradan əvvəl. Aha, burada da demək gəlirik ikinci hissə ibtidai cəmiyyətdir, amma onu bu hissədə izah eləməyəcəm, çünki yetərincə videomuzun müddəti uzundur. Onu da növbəti dərsdə izahını verəcəm. Sizin üçün qaranlıq nə qaldısa, yəni yorumlarda yazıb aydınlıq istəyə bilərsiniz. Hələlik sağ olun.